بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, əmmə ba'd. Son zamanlar tez-tez soruşulan suallardan və maraqlanılan mövzulardan birisi də Qur'anilər mövzusudur. Və bunun da səbəbi bizdə bir neçə Qur'aninin fəaliyyətə başlamasıdır. Və onlardan birisi də Elşad Miridir. Hansı ki, Azərbaycanda əsas Qur'anilərin təbliğatını aparan kəslərdəndir. Və bu insan barəsində çox uzun danışmağa ehtiyac yoxdur. Yəni, insan şəri elmlərdə cahildir. Düzəməlli, adi, orta səviyyədə, hətta deyərdim ki, aşağı səviyyədə ərəb dilini bilmir. Nəinki ərəb dilini bilmək, hətta normal şəkildə üzündən Qur'an oxuya bilmir. Yəni, bu adam üzündən ərəbcə bir-iki səhifə Qur'an oxusa, o 2 səhifədə bəlkə də 30-40 dənə yerdə onun xətasını tutarsan. Təsəvvürlə ki, ərəb dilini bilməyən adam doğru düzgün ərəb dilini bilməyən adam və üzündən normal şəkildə, səlis şəkildə Qur'an oxumağı bacarmayan adam Allahın kitabı Qur'andan danışır. Və Qur'anı öz ağlına görə şərh edir. Bədbəxtçilik. Hansı ki, Allah Azza və Cəllə buyurur ki, İnnə ənzəlnəhu Qur'anən arabiyyən ləalləkum təqilun. Biz Qur'anı açıq ərəbcə nazil etdik ki, onu anlayasınız. Qur'anən arabiyyən. Açıq ərəbcə. Sən heç ərəb dilini bilmirsən. Bu qalsın bir kənara, üzündən normal, düzgün Quran oxumağın yoxdur. Və durmusan, Allahın kitabını ağlıva tabi edərək, ağlıva gələni danışırsan. Yəni, bu insan və bunun oxşarları, bu miskinlər, öz ağıllarını, öz nəfslərini Allahın dininə, Qur'ana, sünnətə tabi eləmək əvəzinə, əksinə Qur'an və sünnəni öz ağıllarına tabi ediblər. Ağılları nəyi qəbul edir, necə qəbul edir, o cürdə Allahın ayələrini yozurlar. Ona görə fikir verin, Qur'andan dəm vuran, özlərini Qur'ana nisbət edən bu miskinlər bugün yer üzündə, istər ərəb aləmində, istər türk dünyasında, İstər bizim öz içimizdə, yəni Azərbaycanda olsun, növbənövdülər. Yəni, Qur'an bunları birləşdirə bilmədi. Niyə? Çünki hərəsi bir ağıldadır və hərəsi öz ağlına müvafiq şəkildə Qur'anı şərh edir. Əslində, Qur'anı şərh eləmir. Yəni, belə desək daha doğru olar ki, Qur'anı öz ağlına tabi edir və ağlına gələni danışır. Sadəcə olaraq sual verilə bilər ki, bunların məqsədləri nədir? Və xüsusən də bizdəkilərin və bu miskinin. Bunların məqsədləri, qardaşlar, bu avam kütləni ələ almaqdır. Yəni, məlumdur ki, bizdə Azərbaycanda cəmaatın əksəriyyəti dini maarifləndirmə yönündə çox zəifdirlər. Dini bilgiləri azdır. Və belə insanlar bu cür insanların savadsızlığından istifadə edirlər.
öz ətraflarına bir kütlə yığmaq üçün. Və həmçinin bu insanlar, yəni bunların danışıqlarına fikir versəz, bunlar elə formada danışırlar ki, İslamı avam cəmaatın, avam kütlənin, hətta deyərdim ki, ateist olanların, yəni dinsiz olanların keyflərinə uyğunlaşdırmaq məqsədləri var bunların. Yəni mən elə formada danışım ki, o avam cəmaatın, dindən uzaq cəmaatın, hətta dinsiz cəmaatın, hətta ateistlərin nəfslərinə xoş gəlsin. Yəni məsələn, insan çıxıb deyir ki, dində məsələn zinakar evlini daşqalaq etmək yoxdur. Bu zinakara xoş gəlir. Və çıxıb deyir ki, İslamda əl kəsmə yoxdur. Bu avam kütləyə xoş gəlir. Və bu nə edir? Bu avam kütləni, dinsiz kütləni, dindən uzaq kütləni və hətta deyərdim ki, ateist kütləni bir növ dinə, daha doğrusu, yəni dırnaq arası dinə, yəni özünə cəlb eləmək istəyir. Yəni cəmaatın nəfsinə xoş gələn formada danışır. Ki, hətta cəmaat qəbul eləsin. Cəmaat buna əl çalsın. Cəmaat buna əhsən desin. Və əslində, qardaşlar, bu Qur'anilərin, hansı ki bunlar sünnəti inkar edirlər, bunların sünnətə baxış prizmaları eyni ilə ateistlərin Qur'ana baxış prizmaları kimidir. Yəni, ateistlər Qur'ana necə yanaşırlarsa və o nöqteyi nəzərdən Qur'an ayələrini necə inkar edirlərsə və ya Qur'anla necə istehza edirlərsə, yəni ateistlər Qur'ana necə yanaşırlarsa, Qur'anilər, bu bədbəxtlər də sünnətə o prizmadan yanaşırlar. Yəni əslində bunların ateistlərdən heç bir fərqi yoxdur. Yəni bəli, şəkil fərqlidir, mahiyyət eynidir. Şəkil fərqli ola bilər, mahiyyət eynidir. Yəni bugün bunların, bu Qur'anilərin yəni baxış açıları, yəni onların nəzər nöqtələri, onların məsələlərə yanaşma metodları eyni ilə ateistlərin metodları kimidir. Yəni qısa olaraq desək, ateistlər Qur'ana necə yanaşırlarsa, bunlar da eyni metodla sünnətə yanaşırlar. Yəni məsələn, gəlibsən bir Qur'aniyə desən ki, məsələn, Səhih Buxaridə və ya Səhih Müslimdə belə bir hədis var ki, məsələn, hansısa Peyğəmbər inəklə danışdı və ya inək dil açdı, xalis ərəbcə hansısa sahabə ilə danışdı, məsələn. O güləcək buna və başlayacaq istehza etməyə. Nə ilə? Allah Rasulun hədisləri ilə. Və başlayacaq ağlını araya salmağa ki, necə ola bilər ki, heyvan danışsın? Yəni, bu əslində sual özü məntiqsiz sualdır. Yəni, necə ola bilər heyvan danışsın? Sən necə danışırsan? O da elə. Deyəcək, necə? Yəni, səni danışdıran o da danışdıracaq. Burada nə problem var? Yəni, fikir verin, Qur'anilərin sünnətə yanaşma metodları belədir. Necə ki, ateistlər Qur'ana yanaşır. Yəni, məsələn, bir ateist Qur'anı açsa və orada görsə ki, Süleyman əleyhissalam qarışqa ilə danışır, qarışqa Süleyman əleyhissalamla danışır, yəni Qur'anda qarışqa ilə Süleyman əleyhissalamın diyaloqu var. Buna istehza edəcək. Yəni, eyni metoddur. İndi sən Qur'anı sünnətə istehza edən, miskin, Qur'andakı bu ayə nə deyəcəksən? Nə cavab verəcəksən o ateistə? Onun könlünü necə şad eləyəcəksən? Hansı ki, bu bunların əsas məqsədləridir. Bu miskinlərin. Və bunlar nə edirlər? Bunlar məsələn bir hədisi götürürlər, deyirlər, bu hədis mənim ağlıma uyğun gəlmir.
və ya başlayır öz ağlı ilə mühakimə yürütməyə. Deyir, xeyr ola, Həvva anamız Adəm əleyhissalamın qabırğasından yaransın. Nə üçün? Allah, necə nə üçün? Allah istədi, belə də yaratdı. Allah subhanahu teala nə üçün İsa əleyhissalamı atasız yaratdı? Adəm əleyhissalamı atasız və anasız yaratdı. Torpaqdan xəlq elədi. Allah istədiyini yaradır. Allah istədiyini ol deyir, olur. Sən kimsən ki, ağlınla mühakimə eləyirsən? Onda o prizma ilə, məsələn, bir gün ateistlər nə edirlər? O Kəhf surəsində Xıdır əleyhissalamla Musa əleyhissalamın hekayəsi ki var, qissəsi, onu oxuyub gülürlər. Deyirlər, bu nədir? Deyir, Xızır əleyhissalam getdi, qabağına bir dənə cavan uşaq çıxdı, götürdü cavan uşağı öldürdü. Nə bilim, getdi, filan yerdə belə elədi. Eyni daha doğrusu ateistlərin Qur'ana yanaşdığı metodla bunlar sünnətə yanaşırlar. Və əslində qardaşlar, bunlar nəinki sünnəti, hətta Qur'anı inkarlayırlar. Nəinki sünnəti, hətta Qur'anı inkarlayırlar. Məsələn, adi bir misal deyəcəm. Bu Elşad Miri çıxıb deyir ki, İslamda daş qalaq yoxdur. Yəni, zinakar, evli, onun hökmü biz bilirik ki, İslamda daş qalaqdır. Zinakar evlinin hökmü budur. Rəcim. Bu çıxıb deyir ki, yox, İslamda belə bir şey yoxdur. Buna sual verirlər ki, niyə? Yəni, dəlilin nədir? Deyir, çünki Quranda belə bir şey yoxdur. Fikir verin. Sünnəti inkarladı. Yaxşı, indi gəl sənə mən Quranda olanı göstərim. وَالسَّارِقُ وَالسَّارِقَةِ فَقْدَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللَّهِ Əl-əyə, oğru kişi və qadınların əllərini kəsmək. Bu ki, sünnədə gəlib. Bəli. Bu ki, bu ayə ki, Qurandadır. Nə deyirsən buna? Onda da başlayır, deyir, yox, bu ayənin mənası başqa cürdür. Yəni, onların əllərini kəsin, yəni onların iqtisadi vəziyyətlərini əllərindən alın. Yəni, onların güclərini, qüdrətlərini kəsin. Eləsə də hərəsi ağlına gələn danışır. Ala, bu da Quran ayəsi. Yəni, bunlar nəinki sünnəti inkarlayırlar? Hətta Quranı inkarlayırlar. Deyir ki, rəzm yoxdur. Niyə? Çünki Quranda yoxdur. Yaxşı, əl kəsmək ki, Quranda var. Quranda yox, onun mənası başqa cürdür. Nədir? Mənə elə gəlir ki, belə, yəni, başlayır ağzına gələn danışmağa. Bədbəxt, ərəbcə bilməyən, üzündən Quran oxumağı bacarmayan bədbəxt, ağzına gələn danışır. Bu din deyil, qardaşlar. Bu din deyil, bu zındıqlıqdır. Bu din deyil, bu İslam deyil, bu zındıqlıqdır. Görəcəksiniz, hətta məsələn bir gün çıxıb deyəcək ki, ümumiyyətlə hicab qadınlara fərz deyil və ağzına gələn danışacaq. Tək ki, cahillərə xoş gəlsin, avam kütləyə, ateistlərə və s. Bu cür insanlar zındıq insanlardır və bunlar barədə artıq danışmağa belə ehtiyac yoxdur. Arifə bir işarə də kifayət edər və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammedin və ala alihi və sahbihi və səlləm.